Məsumlardan yeganə məsumdur ki, İmam Hüseyin əleyhissalam ki, ona salam verəndə heç bir məsumda elə şey yoxdur. Onun bir bədən üzvlərinə salam verirsən. Niyə görədir bu? Çünki onların hər birinin öz mənası var. Hər biri ki, bir zərbə görüb, hər bədəninin üzvü. Ona ayrı-ayrı salamlar verirsən. Və bu da onu ilə bağlıdır ki, özünün də o məktubları var ki, bəziləri deyirdilər, getmə ginən Kufəyə, ged Yəmənə, filan yerə, onlar vəfalı deyirlər. Onlara cavablarının neçə dənə cavabı var, hərəsinin özünə görə cavab. Cavabların birində budur ki, mən deyir, sanki öz gözlərimlə görürəm ki, mənim bədənimin bütün əzaları qətligahdan Nəvavizə qədər tökülə-tökülədir. Əvvəldə Hürri şəhid eləyiblər. Sonuncu şəhidlə əvvəlci şəhidin arasında kimlər ki, bunlar deyir, hər biri mənim bədənimin üzvləridir.